Bugün Saidin Temu'dan vurduğum paltarları gəldi. Gəlin onları bir yerdə açaq. Saidə yayda taxmaq üçün belə bir papaq aldım. Tərkibi pambığı olan 3 dəst belə bir mayka aldım. Yəni çox qəşənglər, uzaylı formasında. Fikirləşdim ki, hovuza gedəndə Saidə belə bir çimərlik dəstə alım. Bu body takımındadır, həm də papağı. 2 cüt ayaqqabı aldım, biri açıq formada, bir də belə klassik sport formasında. Və Saidə evdə geyinmək üçün belə bir şortiklər aldım. Çox şirindilər bunlar. Fikirləşdim ki, 2 dəstə gecəlik paltar alım. Biri belə bir formadadır, digəri isə qolsuz və nazik formadadır. Gəzməyə çıxanda belə bir dəst paltarları aldım. O qədər yumşaqdı ki, tərkibi heç peşman olmadım həqiqətən. Siz bir bu corabların gözəlliyinə baxın. O qədər yumşaqdılar, o qədər şirindilər ki. Sonra belə bir öyrədici kart götürdüm. Həm evdə, həm də çöldə geyinmək üçün belə bir 3 dəst şortik götürdüm. Onun üzərinə kombin eləmək üçün belə bir koftalar da götürdüm. Sizcə rənglər uyumludur? Gəzmək üçün dinozavr formalı belə bir dəst paltar aldım və yenə corablar və Said burada izlədiyiniz üçün sizə təşəkkür edir.